İndi sizi təəccübləndirəcəm. Dünən axşam mən özüm də təəccübləndim. Təxminən saat 7, bəlkə də 8-ə yaxın idi və birdən-birə adi kərə yağı və pendirli buterbrod yemək istədim. Amma masanın üstündə bir ingredient vardı və gözüm sözün əsl mənasında ona zilləndi. Bu dadı sınamaq fikri beynimi ilə bir güclə yeməyə başladı ki, artıq geri dönüş yox idi. Mən başa düşdüm, bunu mütləq dadmalıyam. Daddım və indi yenidən təkrarlamaq istəyirəm. Bu gizli ingredient çox balacadır. Mən onu yalnız işim olmadığı vaxtlarda özümə rəva görə bilirəm və əminəm ki, səhər üçün ümumiyyətlə möhtəşəm seçimdir. Bu bir diş sarımsaqdır. Dünən onu çox ehtiyatla istifadə etdim. 2 nazik dilim kəsdim və bir buterbrodun üzərinə qoydum. Bu inanılmaz dərəcədə dadlı oldu. Sadəcə möcüzə. Bu dad birləşməsi mənim üçün tamamilə yeni idi. Əvvəllər çörəyi sarımsaqla ovuşdurmuşam ya da sarımsağı yağa sıxıb qarışdıraraq sürtmüşəm. Amma çörək, kərə yağı, pendir və sarımsağın birlikdə olması bu mənim üçün ilk dəfə idi və bu çox uğurlu bir təcrübə oldu. Sarımsağı nazik dilimlərə doğrayıram, buterbrodların üzərinə düzürəm və səhər dərhal yaxşı başlayır. Əlbəttə sarımsağı yağa sıxıb əzib, çörəyin üzərinə sürtüb, sonra pendir dilimlərini qoyaraq da yemək olardı. Amma bu həm daha çox əziyyətlidir, həm də qab-qaçaq daha çox çirklənir. Ona görə də mən yüngül qorxu ilə canımı qurtarmağa, yəni minimal itkilərlə keçinməyə qərar verdim. Ümumiyyətlə, əgər hələ sınamamısınızsa, mütləq sınayın. Dünən ilk dəfə dadanda dərhal anladım, bu dad mənimdir. Həqiqətən çox ləzzətlidir. Bu buterbrodda bütün dadların elə bil dostluğu yaranıb ki, bunu sözlə ifadə etmək çətindir. Amma elə bil yenə də nəsə çatışmır və bu əlbəttə ki, qəhvədir. Və mənim möhtəşəm səhər yeməyim hazırdır. Ətirli və çox dadlı filter style qəhvə, 2 iştaha açan buterbrod. Qəhvə ilə sarımsağın birləşməsini əlbəttə ki, ilk dəfə sınayacağam, amma içimdə bir his var. Bu çox dadlı olacaq. Beləliklə, hamıya sabahınız xeyir. Kanalıma xoş gəlmisiniz, sizi görməyə şadam. Sizə xoş izləmələr arzulayıram və dəstəyinizə görə ürəkdən təşəkkür edirəm. Çox sağ olun. İndi isə mənə və hazırda süfrə arxasında olan hər kəsə nuş olsun. Mən sizə ayı və günəşin ilk şüalarını göstərmək istədim. Əlbəttə, tam olaraq ilk şüalar deyildi. Günəş artıq xeyli əvvəl doğmuşdu. Amma məsələ ondadır ki, mən çox erkən oyandım. Hələ hava qaranlıq idi. Qaranlıq səmanın fonunda bu gözəl, parlaq, dolunay sadəcə sehirli görünürdü. Bu kadrları sizinlə bölüşmək istədim. Bilirsiniz, yanımızdan sürətlə keçib gedən gözəlliyi qaçırmaq istəmir insan. Hər şeyi görmək, hiss etmək istəyir. Ən xırda detallara qədər. İndi isə mən Nikolle birlikdə qonaqlığa gedirəm. Kardioloji sanatoriyada Bilgədə istirahət edən rəfiqələrimin yanına. Məsələ ondadır ki, onlar yeni il üçün sanatoriyanın əsas binasında otaq götürüblər və bir həftəlik orada dincəlməyə qərar veriblər. Həm istirahət, həm də bərpa üçün.
Mən də indi onların yanına qonaq gedirəm. Dəniz kənarında hava soyuqdur, ona görə də təbii ki, qalın geyinmişəm. Başımda palyazka, boyumda şərf xamut, əllərimdə əlcək var. Hətta bir də kurtka da var, arxa oturacaqda durur. Amma bugün əsas hadisəsi Temu saytından sifariş etdiyim yeni eynəkləri ilk dəfə gəzməyə çıxarmağımdır. Bir sözlə dənizə doğru yollanırıq və sizi də bu gəzintiyə özümüzlə aparırıq. Nikol isə mənim sadiq dostum, həmişəki kimi yanımdadır. Necə sürdüyümə və yolda baş verən hər şeyə diqqətlə nəzarət edir. Siz xoş musiqiyə qulaq asıb yola baxdığınız müddətdə mən Nikolla artıq dəyənət yerinə çatmışıq. Əvvəlcə Nikolu gəzdirəcəm, ərazidə biraz dolaşacaq ki, rahatlasın. Sonra isə onu maşına qoyub özüm rəfiqələrimin yanına gedəcəm. Mən çoxdan bura, Bilgədəki kardioloji sanatoriyaya gəlməmişdim. Halbuki elə vaxtlar olub ki, rəfiqələrlə buraya çox tez-tez gəlirdik. Həftədə ən azı bir dəfə, bəzən isə 2 dəfə. Ərazi boyunca dəniz sahilində gəzirdik və ilin müxtəlif fəsillərində gəlirdik. İsti vaxtlarda da, çox isti havalarda da, sərin və soyuq günlərdə də. Burada ən çox sevdiyim məqamlardan biri iqlimin sanki 3 hissəyə bölünməsidir. Dəniz sahilində bir iqlim var, sanatoriyanın ərazisində başqa bir iqlim, onun hüdudlarından kənarda isə tamam fərqli bir mühit. Sadəcə bir zonadan digərinə keçəndə bunu açıq-aydın hiss edirsən. Məsələn, dəniz kənarında küləkli ola bilər, amma sanatoriyanın ərazisində sakitlik hökm sürər. Bəzən də əksinə olur. Sahildə sakitlik, ərazidə isə külək. Amma ən önəmlisi buradakı hava inanılmaz dərəcədə təmiz və təravətlidir. Ətrafda çoxlu şam ağacları var və şam havası. Şam tozu tənəffüs yolları üçün çox faydalı hesab olunur. Xüsusilə də deyirlər ki, may ayında şamlar tozlananda belə yerlərdə gəzmək, dərindən nəfəs almaq çox xeyirlidir. Ağciyərlər və bronxlar sanki təmizləyir, dincəlir. Yeri gəlmişkən bu qaloşları mən yaxın vaxtlarda Brau marketdən almışam. Onlar çox isti və çox rahatdır. Ona görə də düşündüm, niyə bugün gəzintiyə geyinməyim. Üstəlik rəng baxımından da kurtkamla çox yaxşı uyğunlaşır. Sanatoriyanın ərazisində yaxın vaxtlarda təmir işləri aparılıb. Düzdür, kəskin dəyişikliklər demək olmaz, amma hiss olunur ki, ərazi xeyli yenilənib. Sanki təravət verilib. İndi mən baxış meydançasına çatmışam. İsti vaxtlarda burada adətən çayxana fəaliyyət göstərir. Biz tez-tez bura çay içməyə gəlirdik. Buradan dənizə çox gözəl mənzərə açılır və ona görə də adətən xeyli adam toplaşır. Yeniliklərə gəlincə,
bir besetka qoyulub. Dəqiq desəm, besetka əvvəldən var idi. Sadəcə indi onun forması dəyişib. Bir də kofe köşkü quraşdırıblar. Mənim anladığıma görə indi burada qəhvə də içmək mümkündür. Hazırda sanatoriyada qalan adamların sayı çox azdır. Yol boyu cəmi 2 nəfərlə bir kişi və bir qadınla rastlaşdım. Vəssalam. Bu da başa düşüləndir. Çünki indi hava soyuqdur və hamı bu vaxt istirahətə gəlmək istəmir. Amma mən açığı tam əksinə düşünürəm. Məhz bu fəsildə buraya dincəlməyə gələrdim. Burada çox sakit və rahatdır. İsti vaxtlarda isə burada xeyli insan olur. Çünki sanatoriyanın sakinləri ilə yanaşı sadəcə dəniz kənarına gələnlər və ya ərazidə gəzmək istəyənlər də olur. Çayxanada da, yaxınlıqdakı restoranda da çox adam olur. Düzü o restoranı mən sizə tövsiyə etməzdim. Yeməklər o qədər də dadlı deyil, xidmət zəifdir, musiqi isə illərlə dəyişməyən eyni repertuardır. Nəticədə çox səs-küy olur. Amma ilin məhz bu vaxtında burada istirahət etmək həqiqətən də çox gözəldir. Sanatoriyanın ərazisinin üzərindən kifayət qədər tez-tez təyyarələr keçir, müəyyən bir dövrəliklə. Onlar dəniz üzərində dönür və sonra hər biri öz istiqamətinə uçur. Hər dəfə başımın üzərindən təyyarə keçəndə mənim içimdə elə bir hiss yaranır ki, sanki mən də onunla birlikdə uçuram. Sanki harasa başqa bir ölkəyə istirahətə yola düşürəm. Bilirsiniz, belə düşüncələr həmişə ruhu isidir. Onlardan çox isti və xoş bir hiss yaranır. Nikol öz vacib işlərini gördükdən sonra biz yenidən maşına qayıtdıq. Mən onu maşında qoyub özüm rəfiqələrimin qaldığı otağa tərəf yollandım. Biz əvvəlcədən danışmışdıq. Onlar mənə necə gəlməli olduğumu və harada olduqlarını izah etmişdilər. Açığı sanatoriyanın içinə girəndə aşağıda divanda bir neçə kişi oturmuşdu və ümumilikdə başqa heç kimə rast gəlmədim. Nə hollarda, nə də dəhlizlərdə. Qızlardan burada neçə nəfərin qaldığını soruşanda dedilər ki, ya 37 ya da 38 nəfərdir. Belə böyük bir sanatoriya üçün bu əlbəttə ki, çox azdır. Halbuki mən dediyim kimi sanatoriyada istirahət üçün ən xoş və rahat vaxt məhz indidir. Mən rəfiqələrin dediyi kimi 3-cü mərtəbəyə qalxdım və dəhlizlə irəlilədim. А я их голоса уже слышу, смотрите. Вас не снимать, да? Düzünü desəm, əvvəlcə qızların qaldığı otağın qısa bir icmalını, abzor yəni çəkmək, bəlkə də sizə göstərmək fikrim vardı. Amma sonra düşündüm ki, onlar axı dincəlirlər, rahat vəziyyətdədirlər. Onları narahat etməyə heç istəmədim. Ona görə də kameranı söndürüb sadəcə onlarla biraz vaxt keçirməyə qərar verdim. Biz biraz oturub söhbət etdik, yeni il hədiyyələrini dəyişdik. Sonra isə mən yığışıb evə yollandım. Çünki maşında məni Nikol gözləyirdi. Onu uzun müddət tək qoya bilmirəm. Yeri gəlmişkən sanatoriyanın ərazisində rəsmi ödənişli parkinq yaradılıb. Birinci saat pulsuzdur, ondan sonra isə ödənişlidir. Sonraki hər saat 1 manatdır və bu qaydada davam edir. Вы разрешите мне залезть в холодильник?
Я поняла твое облизывание. А куда ты лезешь? Я сейчас хотя бы поставлю разогреваться. Biz evə qayıtdıq və artıq nahar vaxtı idi. Mən soyuducudan bir tava çıxartdım. İçində xəngəl yarpaqları, ət və soğan qarışdırılmışdı və onu qızdırmağa qoydum. Bir də sizə bir şey göstərmək istəyirəm. Mən bu qaloşları çox tərifləyirdim. Doğrudan da çox istidir, rahatdır. Amma baxın onlara nə olub. Mən onları çox az geyinmişəm. Biraz bağda geyindim. Bugün isə sadəcə sanatoriyanın ərazisində gəzdim. Vəssalam. Arxa hissədə tikiş açılıb. Üstəlik hər iki qaloş da hərəsində ayrıca. Belə də iş olar. Hətta içlik də çölə çıxmağa başlayıb. Yaxşı, nə olar? Belə də olur. İndi əvvəlcə Nikolu yedizdirəcəm, sonra isə özüm yeməyə oturacam. Bu vaxta qədər mənim naharım da qızmış olacaq. Amma mənim sevimliyim Nikol sadəcə belə gəlib yemək yemir. Əvvəlcə bizim məcburi proqramımız var. Oyuncaqları atırıq, o evdə qaçır, enerjisini çıxarır və yalnız bundan sonra yemək qabına yaxınlaşır. Yoxsa yeməyinə ümumiyyətlə toxunmur. Bir də məndən soruşdular ki, Nikola hansı yemək verirəm? Nikol məndə ciddi şəkildə yalnız quru yeməklə qidalanır. Ona Royal Canin mini adalt alıram. Bunu mənə baytar məsləhət görüb. Əvvəllər düzü baytarın sözünə qulaq asmadım və Nikola ev yeməkləri, yəni süfrədən yemək verirdim. Amma bundan sonra onun mədə-bağırsaq sistemi ilə ciddi problemləri oldu. O vaxt özümə qəti söz verdim, süfrədən heç nə vermək olmaz. İndi Nikol yalnız quru yemək yeyir və şükür Allaha hər şey qaydasındadır. Mədə-bağırsaq problemi yaşamırıq və mən başa düşdüm ki, qulaq asmaq lazımdır kənar adamlara yox, məhz mütəxəssislərə, yəni baytarlara. İndi sizə göstərirəm ki, necə günəşlənmişəm, dəqiq desək, üzüm necə günəş alıb. Bu sanatoriyanın ərazisində gəzərkən baş verdi. Hava gözəl idi, günəş parlaq idi və nəticə budur. Üzüm biraz günəşlənib. Mən nahar etdim, indi isə yenidən nəsə hazırlayırmışam kimi görünür. Amma əslində, bəli, mən balqabaq şorbası bişirirəm və bir dəfə böyük miqdarda. Mən yeməyi dondurmağı sevirəm və belə hazırlıqları dondurucuya qoyuram. Müxtəlif şorbalar bişirirəm, balqabaq, mərci, mən bunu çox sevirəm. Şorbalar soyuduqdan sonra onları porsiyalara bölür və dondurucuya qoyuram. Beləliklə həmişə hazır yeməyim olur. Hətta plov belə dondururam, böyük miqdarda ət bişirib porsiyalara bölə bilərəm və dondurucuya qoyuram. Mən bunu anamdan öyrənmişəm və bu üsul mənə çox kömək edir. Bağda olduğum üçün çox vaxtım var, buna görə belə hazırlıqlar elə bilirəm. Hazırlıqlar dondurulduqdan sonra bir hissəsini şəhər mənzilinə apararam və işdə olarkən yemək hazırlamaq barədə düşünməyə ehtiyac qalmır. Yemək artıq hazırdır. Bu çox kömək edir. Əlavə olaraq bu üsul məni evə yemək sifariş etməkdən də xilas edir. Artıq hazır yeməyim var. Sifarişlə gətirilən yeməkdən heç də pis deyil. Üstəlik bu cibdə qalır. Bu həm maddi, həm də vaxt baxımından qənaətdir. Və bilirsiniz ki, vaxt qızıldan da qiymətlidir.
Bal qabağın böyük hissəsini şorbasına əlavə etdim. Kiçik hissəsini isə rəndələyib dondurucuya qoyacağam. Sonra bununla nə etmək olar? Məsələn, hazır lavaşlardan istifadə edib qutab hazırlaya bilərəm. Səhər yeməyi üçün sıyıqlara əlavə etmək olar. Həmçinin istənilən şorbanın içinə dadlandırıcı kimi əlavə etmək mümkündür. Həm rahat, həm də dadlıdır. Şorbam artıq hazırdır, amma o biraz soyuyana qədər üzümün makiyajını təmizləmək və duş qəbul etmək istəyirəm. Makiyajımı əvvəlcə Evelyn miselər suyu ilə silirəm, sonra isə əlavə olaraq Garnier'in üz üçün yuyucu köpüyü ilə yuyuram. Mütləq bir süngərdən istifadə edirəm. Dərinin hazırda günəşlənmiş olduğu üçün bunu ehtiyatla edirəm, çox basmıram, sadəcə biraz. Dərimi zədələnməmək üçün. Mən duş qəbul etdim, şorbanı blenderlə çəkdim və tam soyması üçün kənara qoydum. Bu vaxtdan istifadə edib üzümə maska çəkmək istəyirəm. Saçlarım yaş olduğu üçün başımdakı artıq nəm dəsmalı çıxarıram və başım üşüməsi deyə türban çalma taxıram. Hələlik saçlarımı qurutmağa tələsmirəm, çünki üz maskası ilə bir müddət qalmaq istəyirəm. Temu saytından alın üçün maska sifariş etmişdim. İndi onu tətbiq edəcəm. Özümə isə Banka Agafya brendinin Daurskaya maskasını çəkəcəm. Mən bu alın üçün maskanın necə təsir göstərdiyini çox sevirəm. Dəri parlaq, elastik və dartılmış olur. Və Banka Agafya maskalarının da çox xoşuma gəlir. Hiss edirəm ki, dərim baxımlıdır və sanki ona göstərdiyim qayğıya görə dərimin özündən bir minnətdarlıq duyuram.
Göz ətrafı nahiyəyə Isana markasının kremini çəkirəm. Düzünü desəm bu marka mənim üçün elə də yaxın deyil. Onunla çox dostlaşa bilməmişəm, amma dərimə zərər vermir və məhsul hələ qalıb. Ona görə də onu sona qədər istifadə edəcəm. Sonra isə başqa bir məhsula əvəz edəcəm. Üz üçün Nivea kremi isə mənə çox xoş gəldi. O dərini çox yaxşı nəmləndirir və baxmayaraq ki, yalnız nəmləndirici kimi təqdim olunur, dərini həm də yaxşı qidalandırır. Isana markası ilə çox da dostlaşmadığım üçün SPF 50-li bu üz kremini dirsəklərim üçün istifadə edirəm. Ümumiyyətlə dirsəkləri qidalandırmaq çox faydalıdır və bu krem bu baxımdan öz işini görür. Bundan əlavə SPF-li kremlər dərini bir qədər açır və ağardır. Bu da dirsəklər üçün xüsusilə faydalıdır. Bu yaxınlarda Yusk mağazasından bu brushing darağını almışdım və onun saçlarımı necə yığmasına çox xoş təəccübləndim. Elə bir hiss yarandı ki, sanki saçlarımın üzərindən ütü düzləşdirici ilə keçmişəm. Bu daraq mənə çox xoş gəldi. Birincisi, saçlar asan və tez yığılır. İkincisi isə hamar və parlaq olur. Üstəlik, bağ evində olduğum üçün adətən saç qurudarkən istifadə etdiyim vasitələr yanımda yox idi. Buna baxmayaraq, nəticə elə alındı ki, sanki saçlarım salonda yığılıb. Mənim dondurucumda uzun müddətdir bir paket kəsmik var idi. Onu çıxardım və əvvəlcə nə edəcəyimi bilmirdim. Amma sonra düşündüm, sırniklər üçün lazım olan hər şeyim var. Bu Nikol idi, sizə salam göndərir. Nikol, spokojna. Yumurta, şəkər, un, vanilli şəkər və qərar verdim, niyə də yox. Əvvəlcə səhər yeməyi üçün sırniklər hazırlamağı planlaşdırmışdım, amma onlar o qədər dadlı, iştaha açan və ətirli oldular ki, 5 hazırladığım sırniklərin ikisini axşam yeməyi kimi yedim. Mən çalışacağım ki, unutmamaq üçün o sırnik hazırlamaq üçün ingrediyentlərin siyahısını
səbitlənmiş şərhlərdə paylaşım. Əgər unutsam, xahiş edirəm, şərhlərdə mənə xatırladın. Əslində mənim hələ bir neçə ev işi var. Yemək bişirdikdən sonra mətbəxi təmizləmək, qaz plitəsini silmək, maşını həyətə aparmaq. Gələndə bunu etməyə tənbəl olmuşdum. Paltarları yumaq üçün yumaq maşınına qoymaq və sonra asmaq. Amma bütün bunları sərh etmək istəmirəm. Sadəcə xoş musiqi açacağam və siz ekranda işləyən insanın hərəkətlərini izləyəcəksiniz. Burada sizə böyük təşəkkürümü bildirmək istəyirəm ki, videonu sonuna qədər izlədiniz. Var olduğunuz üçün təşəkkür edirəm. Dəstəyiniz üçün təşəkkür edirəm. Sizinlə idi Ruqiyyə.